Açıq danışacağım. Azərbaycanın lokomotivi olduğu Trans-Xəzər qaz kəməri ətrafında təhlükə var. Neçə vaxtdır ki, söhbəti gedən bu kəmər Xəzərdən keçməlidir və əgər Rusiya Xəzərin ekologiyasının zərər çəkəcəyi bəhanəsini ortaya atarsa, bu baş tutmaya bilər. Beləliklə, davanın səbəb olduğu yorğan artıq göz qabağındadır. Şimal qonşumuz Azərbaycana ayağını yorğanına görə uzatmağı məsləhət görür. Dövlətimizin yorğanı isə çox uzundur. Deməli, ayaqlarımızı istədiyimiz qədər uzada bilərik. Prezident İlham Əliyev bu həftə Ələf qəsəbəsində yeni beynəlxalq dəniz limanının açılışını etdi. Son illərin Azərbaycanda keçirilən saysız-hesabsız açılışları silsiləsində bu kiməsə adi, sıradan bir tədbir kimi görünə bilər. Əslində isə bu böyük bir yolun tərkib hissəsidir. Böyük İpək yolu. Düz 16 il əvvəl 1998-ci ildə sentyabrın elə bu günlərində Gülüstan Sarayında Heydər Əliyev layihənin təqdimatını bir qədər də genişləndirməyə nail oldu. Bir araya gələn 8 ölkənin dövlət başçılarının, 32 ölkənin hökumət nümayəndələrinin və 13 beynəlxalq təşkilatın təmsilçisi Avropa, Qafqaz, Asiya beynəlxalq nəqliyyat dəhlizi haqqında əsas çox tərəfli müqaviləni və Bakı deklarasiyasını imzaladılar. Böyük İpək yolu yüklərin Rusiya ərazisinə girmədən Orta Asiya Respublikaları, Azərbaycan və Gürcüstan üzərindən Çindən Avropaya çatdırılmasını nəzərdə tutur. Bu isə Rusiyanın böyük dəmir yolu sisteminin, nəqliyyat dəhlizlərinin oyundan kənar vəziyyətdə qalması deməkdir. Layihənin həyata keçirilməsi üçün əsas şərtlərdən biri siyasi sabitlik və iqtisadi tərəqqi idi. Təəssüf ki, məhz bu baxımdan Böyük İpək yolu layihəsinin bir çox üzvləri problemlər yaşadılar. Azərbaycan bu problemlərdən yayına bildi və bunun hesabına biz bugün Xəzərdə ən böyük dəniz limanına malik ölkəyik. Bir çox ölkələrdən daşınan yüklər bax bu dəmir yolu vasitəsilə düz dənizin kənarına kimi vaqonlar vasitəsilə daşınacaq. Bakı dəniz limanı vasitəsilə qəbul edilən yüklər isə daha sonra Gürcüstana yola salınacaq. Bu sadəcə liman deyil. Burada artıq gəmi-qayırma zavodu tikilib. Liman yaxınlığında yük təyyarələri üçün nəzərdə tutulmuş hava limanı inşa olunur. Faktiki olaraq Azərbaycan Xəzərdə ən böyük logistika mərkəzini yaradıb. Ve kapasitesi oldukça büyük, iyi bir liman olacak. İlk aşamada zamanında tamamlanmış durumda. Bundan sonra gelecek bölümleri de bittikçe hem ekonomiye çok katkısı olacak. Sonuçta aşağı yukarı 25 milyon ton yıllık mal aktaran bir liman tesis haline gelecek. İldə 25 milyon ton yük aşırmaq imkanı olan logistika mərkəzinin gərək böyük yük daşıma qabiliyyəti olan dəmir yolu şəbəkəsinə çıxışı olsun. Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yolları şəbəkəsinin birləşdirilməsi layihəsi bizim Avropaya pəncərəmizdir. Gürcüstandakı qeyri-stabil vəziyyət, iqtisadi problemlər faktiki olaraq Azərbaycanı bu pəncərəni özü açmağa vadar etdi. Bakı Axalkalaki-Qars layihəsində Gürcüstanın payına düşən işlər Azərbaycanın ayırdığı 775 milyon dollarlıq kredit hesabına mümkün olub. Marabda Türkiyə sərhəddi hissəsində dəmir yolunun döşənməsi işi başa çatmışdır və bizim teplovozlarımız hal-hazırda rahatca Axalkalaki stansiyasına qədər gedə bilir. Bu yol Karsdan sonra Naxçıvana çəkiləcək yolun bir hissəsi olacaqdır. Naxçıvanın da quru yolu bu yolla birləşdiriləcəkdir. Yol tikintisindən sonra onun vasitəsilə 6,5 milyon ton yük və 1 milyon sərnişin daşımaq mümkün olacaq. Sonraki mərhələdə yük daşımanın həcmi illik 17 milyon tona çatacaq. Bakı Axalkalaki-Qarsın istismara verilməsi ilə gələcəkdə sərnişin və ya yük Çindən Londona 12 gün ərzində çatacaq. İqtisadi baxımdan bu Azərbaycana yük və sərnişin daşımadan böyük gəlirlər gətirəcək. Ölkəmiz Asiyadan Avropaya gedən yolda böyük bir nəqliyyat qovşağına çevriləcək. Məsələnin siyasi tərəfləri də var. Qlobal miqyasda Rusiya ərazisindən yan keçməklə inşa edilən bu nəqliyyat dəhlizi Azərbaycanı Avropaya yaxınlaşdırır. Bu yol Gürcüstan və Orta Asiya respublikalarına dünya bazarlarına alternativ çıxış verməklə həm də Rusiyanın onlara təsir imkanlarını nisbətən azaldır.
Bu yolda böyük nəqliyyat qovşağı rolu isə Azərbaycana əlavə siyasi dividendlər verə bilər. Layihənin regional əhəmiyyəti isə onun Azərbaycan, Gürcüstan, Türkiyə siyasi vektoru üçün bazis rolunu oynamasıdır. Ümumi enerji və nəqliyyat maraqlarının, böyük sərmayələrin və gəlirlərin birləşdiyi Bakı, Tiflis və Ankara müxtəlif siyasi təzyiqlərdən sığortalanmaq üçün birgə fəaliyyətə daha da meyilli olacaqlar və nəhayət layihənin Azərbaycan üçün daha bir vacib detalı. Bütün bu yollar Ermənistandan yan keçir.